Salam, bugün 7 iyun tarixində keçirilmiş informatikadan blok sualların izahına baxacağıq. Vaxt itirmədən başlayaq. Deməli, 61-ci sualda deyilir ki, elektron cədvəldə D2 xanasında yazılmış düsturu Y3 xanasına köçürdükdə Y3 xanasında hansı düstur alınır? Deməli, D2 xanasında yazılıb ki, bu düstur bunu Y3 xanasına köçürürük. A, B, C, D, Y. D'dən sonra birbaşa Y gəlir. Bunun üstünə bir vay gəlməklə vardır. Deməli, A-dan sonra gələsdir B. Dollar olduğuna görə sətir dəyişməyəsidir. Sonra sütun burada dəyişmir. 3-ün üzərinə 1 gəlirik 4. Bu ümumiyyətlə mütləq ünvanda heç bir dəyişmir. Sabit də dəyişmir. Deməli, bu formada B2, B4, C1 ve 2. Burada bir de bunun qiymətini soruşur. B2 deməli 2-dir. B4 4-dür. C1 1-dir. Bu da 2-dir. Bunlar da bölünür 9 edir. Yəni burada bu olur B variantı. 60-cı sual. 60-cı sual defterə ait bir sualdır. Bu sualda burada belə bir siyah verilir və ilk öncə 21 qiymətini qoyaraq başlayaq. Deməli, mən bura 21-i qoysam, bu olur U21. Və burada U21 birinci burada tapaq. U21-i tapmaq üçün, deməli, B bunu eləyir sətir tipindən. Sonra C bunu eləyir siyahı. Bu formada. Sonra bunun tərsini çevirir. Olur nə? Belə 1, 2. Sonra birləşdirir, alır 12. Beləlik. A da A bayaqların 21 idi. B də artıq sətir tipində 1, 2 idi. O da int eləyəndə olur 12. Bunu da cəmləyəndə olur 33. Deməli, mən burada U-ya qayıdır 33. 33-ü qaytarırım, belə deyim. 33'ü bura qaytaranda, deməli, burada bu olur 33. Burada da olur sətir tipində 33. Deməli, S count S0, yəni S-dəki 3 sayı nə qədərdir? 2 dənə. 2 bərabərdir mi len S-ə? Len S də 2-dir, 2-yə. Deyirəm, hə. Deməli, burada bu 21-i toplayır. 21 plus D-miz də 0 dedi, 21. İndi bir dənə 56-ya da baxaq. Burada artıq bizə proqram aydın olasıdır. 56-nı götürəndə U 56. Deməli, B bunu eləyir, yəni sətir tipində 5, 6. C eləyir siyahıda 5, 6. Reverse də bunun tərsini çevirir, olur 6, 5. Daha sonra bunu join edəsək olur 6, 5 sətirdə. Sonra A nə idi? 56. 56'nın üzərinə buradan gəlirəm 6, 5'in tam tipi də 65. Olur 121. İndi 121'i gətirirəm. Buradan yazım. Bura. S bərabərdir 121. S də bərabərdir sətir tipində 121. Deyirəm ki, S count S0. Yəni 1 buradan neçə dənədir? 2 dənə. 2 bərabərdir mi? Len S-ə. Len də 3-dür. 3-ə. Deyirəm, yox. Burada nə zaman bunun ilk elementinin sayı ilə ümumi elementlərin sayı bərabər olar? Təbii ki, bütün elementləri bərabər olarsın. Deməli, bu proqramın burada biz təyinatını yazası olsaq, deməli, ədədin tərsi ilə cəminin rəqəmləri eyni olanları cəmləyir. Necə ki, 21-dən 12 toplayanda 33 oldu. 33-ün də rəqəmləri eyni bir ədəddir. Amma burada 121 rəqəmləri eyni bir ədəd deyil. İndi, burada indi biz bunu avtomatik edə bilərik. Məsələn, 121 götürdüm. 121, bunun tərsi yenə 121. Topladım. 2, 4, 2. Bunun da rəqəmləri eyni deyil. Deməli, bunu götürmürəm, bunu götürmürəm. 77, bir dənə də 77, tərsi 77 olur
154. Bunun da rəqəmləri eyni deyil. 34, 43, 7, 7. Baxın, bu rəqəmləri eynidir. Deməli, bunu götürürəm. 21-də götürmüşdüm. 108, 108, 801, 909. Bunun da rəqəmləri eyni deyil. Düzdür? 2 dənə fərqli rəqəm var. Bunu götürmürəm. 12 tərsdə 21. Olur, yenə 33. Bunu götürürəm. 76, 67. Yenə də bu da rəqəmlər fərqlidir. Bir də burada 231, 132. 3, 6, 3. Bu da fərqli deyən rəqəmlər eyni deyil. Burada hansıları götürdüm? 21, 34, 12. 21, 34, 12. 21 üzərinə 34 gələndə olur 55. 55 üzərinə 12 gələndə olur 67. Yəni B var. 63-cü sual. Boş mətin faylına götürüm sonra. Boş mətin faylında bir boşluq olmaqla ardıcıl 250 dənə Apple, 150 dənə banan, 200 dənə kivi sözləri yazıldı. Hərf olur. Deməli, baxın, 250 dənə Apple təsəvvür edək bir dənə. 150 dənə banan, 200 dənə də kivi. 125 dənə Apple sözü seçilərək bir dəfə backspace sıxılır. 120 backspace nə edir? Silir. Burada deməli, bunu 125 dənə sililəndə burada artıq qalır 125 dənə Apple. Düzdürmü? 125 getdi daha. 250-dən 125 çıxıram, qalır 125 dənə. Sonra banana sözlərinin isə hamısı seçilir, yəni 150-si də seçilir və bir dəfə Ctrl-X vurulur. Ctrl-X nə edir? Silir. Yəni burada qalır 0 dənə söz və kopyalayır. Sonra kivi sözlərinin hamısı seçilir. Bir dəfə Ctrl-C. Deməli, Ctrl-C bunu kopyalayır, amma silinir. Bu yerində qalır. Daha sonra artıq bayaq kopyalanan banana yaddan çıxdı. Bir dənə kivi kopyalandı. Sonra 2 dəfə Ctrl-V vurulur. Yəni kivin 200 dənə idi. Burada 200 dənə kivi yazılır. Burada 200 dənə kivi yazılır. İndi bu da kividir. Bu da kividir. Deməli, belə baxanda bizim 600 dənə kivi sözümüz olur ümumi olaraq. Banana qalmadı. 125 dənə də Apple. Düzdürmü? Neçə dənə hərf var deyilir bizə. Demək, kividə 4 dənə hərf var. 600-ü vururam 4-ə, alıram 2400. Apple-da da 1, 2, 3, 5 dənə hərf var. 125-də vururam 5-ə, alıram 625. 2400-dən də 625 cəmləsəm 3025 cavabını alarım. Cavabı E variantı. 64-cü sualda deməli 64-cü sualda deyilir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A 45, B 98, C bərabərdir. B nə idi? 98. 98-i 45-ə böləndə tam hissənin ona bölünməsindən qalır. 98-i 45-ə böləndə tam hissə 2-dir. 2-yi ona böləndə qalır 2-dir. C-miz oldu 2. A nə idi? 98. 45. 45-i 2-yə böləndə qalır 1-dirmi? Deyirəm, hə. B olur 98 böl 2, yəni 49. B oldu 49. Sonra 49-u 2-yə böləndə qalıq 1-dirmi? Yenə deyirəm, hə, B 49 oldu. B oldu 50. Bunun LC-sinə baxmıram, buna baxmıram, gəlirəm buna. Çünki bu bunun daxil. B 50-dir. 50 böyükdürmü 45-dən? Deyirəm, hə. 50 ilə də 45-i cəmləyirəm, oluram 95. Burada A 45-dir, B isə 50-dir. Dəyişdi, 98 deyil. 65-ci sualda. HTML kod fragmentinə əsasən web səhifədə açılacaq siyahı haqqında fikirlərdən hansı doğrudur? Deməli, burada ol varsa bu nömrələnmiş siyahıdır. Belə olur da 1,
informatika altdan xəttlə, 2 riyaziyyat, nədir? Maliyyə, 3 fizika, bu da maliyyə, 4 də kimya, o da qala. İndi burada bizdən nə deyir? Aha, təyin etmə deyil, nömrələnmişdir, bəli, bu da nömrələnmişdir. Deməli, B və D-də nömrələnmiş sözü var, nişanlanmışlar, səhvdir. Nömrələnmiş siyahıdır və sonuncu elementi kursiv yazılıb. Burada B qalın deməkdir. Nömrələnmiş siyahıdır və sonuncu elementi qalın yazılıb. Bəli, D variantı olur, doğru. B-də deyir kursiv, kursiv sonuncu elementə aid deyil. 66-da. İlk öncə bunu cədvələ qurmaq istəyirəm. Deməli, neçə dənə? 6 dənə, 7 dənə sətr eləməliyəm. Deməli, adları yazıram bura. Könül, Həsən, Məryəm, Nailə, Simozər və Tahir. Deməli, jaket, şalvar, palto, şəb, papak. Papak, bu sonuncusu artıq olur. Deməli, hər kəs 2 fərqli geyim alır. Deməli, hamısı 2 dənə. Və burada, deməli, 1 dənə şərf, 2 dənə palto, 3 dənə papaq, 3 dənə jaket və 4 dənə şalvar geyəmiz. Deməli, Məryəm 1 dənə şalvar aldı. Məryəm 1 dənə şalvar aldı. Və 1 dənə də papaq aldı. 1 dənə də papaq aldı. Deməli, Məryəm artıq öz nəyini deyək, normasını bitirdi. Çünki hər kəs 2 fərqli geyim ala bilir. Məryəmdən qutardı. Nailə və Simozərin aldıqları eyni. Baxın belə, Nailə və Simozərin aldıqları eynidir. Lap qabağına plus qoyum ki, bunlar eyni şey alıblar. Nailə və Simozərin aldıqları eyni. Könül və Həsənin aldıqları fərqlidir. Bunlar fərqli şeylər alıblar. Bunlara minus qoyum ki, fərqli şeylərdir. Şərf alan qadındır. Şərf alan bir nəfərdir. Bu da deyir qadındır. Şərfə hər halda Nailə ilə Simozər almaz. Çünki şərf bir dənədir. Amma Nailə ilə Simozər eyni şey alıblar deyə. Burada qadın bir dənə könül qalır. Deməli, şərfi alıb könül. Şərfi könül alıbsa, deməli, Həsən şərfi ala bilməz. Çünki həm bunlar eyni şeyi almayıblar, həm də şərf bir dənə də, bir dənə könül ala bilər. Sonra, şalvar alanların 3-ü qadın, 1-i kişidir. Şalvarın birini Məryəm aldı. Birini Məryəm alıb, 2 dənəsini bu Nailə ilə Simozər ala bilər. Amma hələ ki dursun. Həsən şalvar və palto almayıb. Həsən şalvar və palto almayıb. Onda Həsənə qalır məcbur 2 dənə burada. Jaketlə papaq. Düzdürmü? Həsən jaketlə papaq aldı. Onda könül jaketlə papaq almayasıdır. Çünki bunlar fərqli şey alırlar ona görə. Könül şərf alıb. Deməli, burada bizdən nə soruşur? Hə, doğrunu. Hələ bitirək cədvəlimizi. Daha sonra baxaq hansı doğrudur, hansı yalan. Deməli, burada şərf, burada minus qoya bilərəm. Çünki şərf bir dənəydə alındı, bitdi. Sonra, paltonu hələ ki alan olmuyor. Nailə və Simozərin aldıqları eyni. Nailə və Simozərin aldıqları eynidir. Deməli, Nailə və Simozər papaq da ala bilməz. Çünki papaqdan da ikisi alınıb, bir dənəsi qalıb. Bunlar eyni şey aldılar.
Sonra Nailə və Simuzə palto ala bilər. Şalvar da ala bilər, jaket də ala bilər. Yəni burada problem yoxdur. Amma yox. Baxaq. Bəli, Nailə və Simuzə şalvar alıb. Niyə? Çünki şalvarı əgər könül alsa, burada 2 dənə qadın, deyir ki, axı şalvarı alanların 3-ü qadındır, biri kişidir. Bu bir dənə kişi də yəqin ki, Tahirdir. Şalvarımızın 4 dənəsi bitdi. Könüldə qaldı palto. Könül deməli palto aldı. Daha sonra Nailə və Simuzər baxıram burada palto ala. Palto alada. Yox, palto ola bilməz. Palto olun, baxın, yenə də. Palto 2 dənədir, 1 dənəsini könül aldı. Paltodan qaldı 1 dənə. Bu 1 dənəni hansı alsın? Deməli, bura olmaz. Burada qaldı bir dənə jaketlər. Bunlar aldı jaket. Jaket də bitdi, 3 dənə. Şalvar 4 dənə, palto. Paltonun da deməli birini Tahir alıb, 2 dənə bitdi. Şərf 1 dənə idi, 1 dənə bitdi. Papaq 3 dənə idi. Papağın da deməli, düz yazmışam mı? Yox. Papaq 2 dənə idi. 2 dənə papaq. Bura səhv yazmışam. Deməli, burada 2 olmalıdır. Ona görə belə. Cədvəlimiz olur bu formada. İndi burada bizdən deyir doğrudur. Simuzər şərf və palto alıb. Simuzər şərf və palto alıb. Yanlışdır. Simuzər nə alıb? Jaket və şalvar. Palto alanların ikisi də kişidir. Baxıram, palto alan biri könüldür, biri Tahir. İkisi də kişi deyil, xeyr. Həsən papaq və jaket alıb. Həsən jaket və papaq. Bu doğrudur, bəli. D-də jaket alanların hamısı qadındır. Jaket alanların Həsən və Simuzər hamısı qadın deyil, biri kişidir. Və də Tahir şalvar almayıb. Tahir şalvar alıb, yox alıb. Ona görə də götürürəm burada C variantı. Bu. Sonra 67-ci sualı. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq cədvəlin cəmləşi xanasındakı mətndə qalın şriftdən istifadə olunacaq. Deməli, burada, baxın, TH, yəni sütun başlıqları qalındır. 1, 2, 3, 4, 5. Hələ ki, burada 5 dənə var. Burada qalın yoxdur. Bu 6, strong qalın 7, bu da 8. Başqa qalın yoxdur. Deməli, oldu 8 dənə xanada qalın yazılan nə? Şrift. 68-də bizdən doğru olmayanları soruşur. Bütün yaddaş qrupları sistem lövhəsi üzərində yerləşir. Xeyr. Home and page up və page down kursorun idarə olunması klavişlərini bəli, yuxarı, aşağı, sağa, sola. Plotter printerdən fərqli olaraq məlumatları kompüterə daxil edən qrupudur. Və plotterdə, printerdə kompüterdən xaricidir. Bu da yanlışdır. RAM daxili yaddaş qruplarından biridir. Doğrudur. RAM daxili yaddaşlardır. Nüvə mərkəzi prosesorun bilavasitə hesablama işlərini görən hissəsidir. Bəli, bu da doğrudur. Burada yanlışlar olur. 1 və 3. 69-cu sualda Aydə ordinal sözünü Sezar üsulü ilə şifrələdi. Sonra alınmış şifrin tərs yazılışını Bahara göndərdi. Bahar ona gələn şifri Sezar üsulü ilə şifrələyərək Cəmiləyə göndərdi. Cəmiləyə gələn şifrin belə olduğunu bilərək buradakı Baharın şifrələdiyi K-nı tapır. Deməli, ordinal sözünü şifrələyir. Ordinal. Deməli, o K 4 ilə. 4 ilə eləyəndə 1, 2, 3, 4. Bu olur S. R-dan saysan 1, 2, 3, 4, V. D-ni saysan 1, 2, 3, 4, H. İ-ni eləsən 1, 2, 3, 4, L. Sonra İ-ni düzəldim 1, 2, 3, 4. M. N-ni saysan 1, 2, 3, 4. R. A-ni eləsəm A. 1, 2, 3, 4. E. R. Neydi bu idi bayağı? Y-daki 1, 2, 3, 4. C. Sonra deyir bunu tərsinə çevirilir. C, V, E, R, M, R, S. Bunu tərsinə çevirir. Sonra da hər hansı bir formada şifrələyir və Cəmiləyə Bahar bunu göndərir.
və belə alınır. İ, B, X, K, X, S, N, B, Y. Deməli, C-dan İ-yə gəlirik. Baxaq. Deməli, C-dan İ-yə, bu C-də, bu İ-dir. 1, 2, 3, 4, 5, 6. Hələ ki, arada 6 var. V-dan V-yə gəlsən, 1, 2, 3, 4, 5, 6. Bu da 6. Deməli, burada K-nı götürüb 6. Yəni, 2 dənəsini yoxladıq. Hamısı da yəqin ki, 6 olasın. 70-ci sualda 72 üstü 2 onluq ədədin ki, say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından nə qədər çoxdur? 72-ni, baxın, belə yaza bilərəm də, 64 bölü 8 kimi, düzdürmü? 64 2 üstü 6-dır, 8 2 üstü 3-dür. Bunun kvadratı. Bunu mötərizə kvadratı, yəni müxtəsər vurma düsturuna görə açsam, 2 üstü 12, üstə gəlir 2 üstü 10, üstə gəlir 2 üstü 6 formasına düşür. Bu nə deməkdir? Bir yanında 12 0, üstə gəlir bir yanında 10 0, üstə gəlir bir yanında 6 0. Bir yanında 12 0, bir yanında 10 0. Deməli, daha doğrusu burada bir yanında 12 0, 2 4, 5 6, 7 8, 9 10, 11 12. Sonra bir yanında 10 0, 2 4, 6 8, 12. Bir yanında 10 0. Ve de bir yanda 6 0. Bunları da cəmləsəm, deməli 3 dənə 1 oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə 0. 9 dənə 0, 3 dənə 1. Bunun da nə qədər çoxdur deyəndə çıxıdan qalır. 6 dənə, bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə 0. 10 dənə seçəyim. Olur 7 dənə. C variantında. 71-ci sualda biologiya kiçikdir 20. Biologiya 20-dən kiçiklər 1, 3, 4, 5 bunlar. And riyaziyyat böyükdür 20, yəni kiçik bərabər, not var, kiçik bərabərdir 20-dən. Götürürəm 3, 5, bu qədər. Bunun əndi olur 3, 5. Bura qədər elədim. Sonra or yazıram. Or, indi bu tərəf. Fizika 15-dən böyük, kimya 20-dən böyük. Fizika 15-dən böyük. Deməli 2, 3, 4, 5, 7-dir. And kimya da 20-dən böyük. 1, 4, 5. İndi burada birinci mötərizənin içində eləsəm olur 3, 5, or. Burada 4, 5. 4, 5. Bunu da or eləyəndə olur 3, 4, 5. Düzdürmü? C variantı. 72-də 2 müxtəlif ölçülü video faylı və informasiya həcmi 17 kilobayt olan bir ədəd mətn faylı birlikdə klaster ölçüsü 8 kilobayt olan diskdə 6 klaster yer tutur. Deməli, 2 dənə video var. Bir dənə də 17 kilobaytlıq mətn var. Bu 17 kilobayt olan mətn, deməli 17 bölü 8 düşür 2 tam neçəsə, düşür 3 klaster. 6 dənə klasterin 3 klasteri mətndir. Yerdə qaldı 3 klaster. Bu 3 klasteri də deməli ikisini buna videodan, yəni 2-1 formatında bölsəm, hansı ki yer olmalı. 2 dənə klaster bir videodur. Bir dənəsi o birisi videodur, yəni 2 dənə video var. Böyük həcmə malik videonu bizdən soruşur. Böyük həcmə malik videoda 2 klaster olandır. 2 klaster isə 2 vur. Bir klasterimiz 8 kilobaytdır məsələdə, alır 16 kilobayt. Əgər desəydi ki, ümumini tap, məsələn, deməli, böyük videomuz 16 kilobaytdır. Kiçik videomuz bir klasterdə olur 8 kilobayt. Mətnimizdə olur 3 vur 8, 24 kilobayt. Yəni, klasterlə getsək, bu formada olasıdır. Daha sonra 23-cü sualda alqoritmin icrası nəticəsində K dəyişənin qiymətini müəyyən edin. N-100 verir.
Burada bir dənə məsələn, yenə mənfi 100 verib yoxlayaq. Mənfi 100 kiçik bərabərdirmi 100-dən? Deyirəm, hə. S olur, mənfi 100 çıxılsın 48, mənfi 148. X də olur, 79 çıxılsın. N nə idi? Mənfi 100. Vurulsun, mənfi 148. Bu da olur, 179 olur, mənfi 148. Bu da olur, mənfi 1 ədəd. X böyükdürmü sıfırdan? Deyirəm, yox, çünki mənfidir. Yox deyəndə K artmır. K nə vaxt artır? K X müsbət olanda artır. X-in müsbət olması üçün X əslində belə baxanda N-in 79 qiymətinə kimi bu tərəfi, bu yer baxın, belə yazımda bu 79 minus N vur S. Bu tərəf N-in N kiçik bərabərdir 79 olana kimi müsbətdir. Düzdürmü? S qalır burada. S-i tapmaq lazımdır. S-dəki S əslində neçəyə qədər müsbət? 48, 47 olanda mənfidir, 48. S də 49-dan böyük olanda, S də böyükdür 48 olanda müsbət. Düzdür? Deməli, yəni S yox, daha doğrusu N 48-dən böyük olanda bu S müsbət. İndi bu aralığı götürürəm də. Deməli, N-in 48-dən böyük qiyməti, yəni 49-dan hara qədər? 79-a qədər. Düzdür? 79 özü yox da, təbii ki. 78-ə qədər. Çünki 79-u götürəndə, axı burada 79 minus 79 0 yaranır. Bu arasındakının da sayını tapanda say tapmaq qaydamız necədir? Sonuncudan əvvəlkini çıxıb, üzərinə 1 gəlir. Bu da olur 30 dənə. Yəni A variantı. Sonra 75-ci sıraya baxaq. 23. 23-ü 3-ə böldükdə qalıq 1-dirmi? Deyirəm, yox, 2-dir qalıq. Yox deyirəmsə bu. 23-ü 3-ə böləndə tam hissə, bu da olur 7. Çox asan idi. Sonra, burada birincidə X-i soruşur. Deməli, X-i tapmaq əslində çox asandır. 256-ını yazıram, 2 üstü 8 olur, 2 üstü 13 olur, 2 üstü 13. Bunu yazmıram, bu səhv oldu. Sonra, bunu da bölürəm, 2 üstü 9 vur, 2 üstü 8-ə. Bu da olur 2 üstü 21 böl 2 üstü 17. Bu da olur 2 üstü 4. Yəni 16. X deyəndə, hə, bu rənglərin idi də bu da. 2 üstü 4 16-dırsa, rənglərin, yəni rəngçalarımız olur 2 üstü 16. 1-ə A. Sonra, burada X-i tapanda yenə 3 vur 2 üstü 20. Bu bitdi deyə heç nə eləmirəm burada. Böldürəm yenə 2 üstü 9 vur 2 üstü 9-a. 3 vur 2 üstü 20 böl 2 üstü 18. Bu da olur 3 vur 2 üstü 2. Yəni 12. 2 üstü 12-də C variantında var. AC, yəqin ki, üçüsü də AC-dir. Burada da X-i tapsam, üçüncüdə. 384 vur 2 üstü 11 böl 2 üstü 8. Bu da 7. 2 üstü 15. Bu da olur 384 böl 16. O da olur 24. 24. 2 üstü 24'də Y variantında var. Elə olur. Burada 1A, 2C, 3Y. Biraz tez-tez yazdım ama yəni məncə məlum məsələdir. Burada hamısını bitə çevirib, sonra bu tərəfə bölürükdən məşğul tapan adi riyazi qayda. 77-də Python dilində yazılmış proqramın icrası nəticəsində daxil edilə biləcək cəmi neçə natural ədəd var ki, hər dəfə 8 ədədi çap olunur. Deməli, 8 dənə dövr getməli. Burada biz bunu yazaq. Deməli, S bilmirik hələ ki. Burada dövrümüz 8-dir, düzdür? 8. Burada neçə natural ədəd var ki,
Burada məlum məsələdir ki, biz sayı tapmaq üçün ən böyük və ən kiçiyini tapıb, daha sonra onları çıxmalıyıq da. Deməli, 7-ci və 8-ci dövrlərə baxasım normal olaraq. Çünki bizə desək ki, məsələn, S-in ən böyük qiyməti neçədir? Bu formada eləmirik, eləyirik. Ən kiçik desəydi bu formada eləyirik. İndi deyir sayını soruşur. Ən böyüklə ən kiçiyin arasındakı yön sayısı. Deməli, burada nə baş verir? K 1-dir. Burada 1-i 5-ə vurur. S-in üzərinə 5 gəlir. Sonra K olur 2, 2-yi 5-ə vurur, 10 gəlir. 15, 20, 25, 30. Bu formada bu davam edir. Hara qədər? K axırda 8 alınır, amma o 8-i bura vurmur. Yəni bu 35-ə qədər 40-ı vurur. Bunu cəmləyir. Burada olur S üstə gəlinsin. Buranı cəmləsək 15, 30, 50, 75, 105, 140. S plus 140. 8-ci dövrdəyik, kiçikdir 250 yox, böyük bərabərdir 250 yazıram. S də olur böyük bərabərdir 110-la. Daha sonra 7-ci dövrdə isə 35 olur. Yəni burada 35 olmur. 15, 30, 50, 75. Bir dəqiqə burada biz nəyə səhv elədik? 15, 30, 50, 75, 105. Bura 140. Hə da 110. 35 olmayanda olur burada S üstə gəlinsin 105, kiçikdir 250, 7-ci dövrdə deyə kiçikdir olduğu kimi yazıram. S də kiçikdir olur 145. 145. Deməli, burada bu şərti ödəyən ilk ədəd 110-dur. Son ədəddə 144-dür. Bunlar arasındakı sayda, bayaq yazdığımız kimi 144 minus 110 üstə gəlir 34 plus 1, 35 dənə. Yəni olur B variantı. Daha sonra 78-də. 78-də baxaq görək bizdən nəyi soruşur. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada belə bir siyahı verir. Siyahım deyir, deməli, sıfırdan fərqlidirsə, nə sıfırdan fərqlidir? N-I. N-I nədir? Burada deməli, məsələn, 125-i götürdük. 125 10-a böləndə tam hissə 1. Yox, 12. 12-ni 10-a böləndə qalıq 2. 2 bərabərdir 2-yə. Hə, bura qaytarır 2-ni. Əks halda 0. Deməli, gəlir əlini deyirəm ki, 2 bərabər fərqlidirmi 0-dan? 2 fərqlidirmi 0-dan? Deyirəm, hə. Bunu əlavə edirəm. Yəni 125-i siyahıya əlavə elədim. Sonra 622-də yenə də 622-ni 10-a böləndə tam hissə olur 62. 10-a böləndə qalıq yenə olur 2. Yenə bu 2-ni geri qaytarır. Burada deyir 2 fərqlidirmi 0-dan? Hə, yenə 622-ni əlavə edir. Burada əslində belə baxanda ortadakı, yəni 3 rəqəmli ədəddir də, ortadakı rəqəmi 2 olanları siyahıya əlavə edir. Burada bu 2 deyil, bu 2 deyil, bu 2 deyil, bu 2 deyil. Deməli 125, 622, 326. Ortadakı rəqəmlər 2-dir və bunu bu siyahıya əlavə edir. Bu da yəqin ki A variantıdır. Sonra 79-da kodlaşdırma sistemləri ilə cümləsinin informasiya həcmi arasındakı uyğunluğu müəyyən edin. Belə bir cümlə yazılıb. Aha. Deməli. Burada ümumiyyətlə sayanda 64 dənə simvol var. 64 dənə simvol Unicode-da 128 bayt deməkdir. ASCII-də 64 bayt deməkdir. 64, yəni 128 bayt, 128 8-ə vuranda belə də 2 üstü 7 vur, 2 üstü 3, 2 üstü 10 bit. Unicode-da 2 üstü 10 bit deməkdir. ASCII-də 2 üstü 9 bit deməkdir. 1-ə C, 2-yə A bu formada. Yəni buradakı ümumi həcmdən söhbət gedir. Burada da 64 dənə simvol var. Dənə saysaq bunu görə bilərik. Sonra 80-cı sualda elektron cədvəl fraqmenti verilmişdir.
Deməli, diapazonu da burada verilir. Diapazonumuza baxsaq, 10, 20, 30, 40 faizlər var. İndi burada bunları bir-bir tapaq. Deməli, W1 hesablasam, 3 vurulsun, 9 plus 4, 13, yəni 39. W2, Y2, 4 vurulsun, 13 olur, 52. W3, Z3, 2 vurulsun, 5 plus neçəsə, 2 vurulsun, 5 plus x1, x3, daha doğrusu bunu bilmirik. W4 də 13'dür. İndi biz bu faiz nədir bu? Dairəvi diaqramdan bilirik ki, orada 10, 20, 30, 40 yazılmışdı. Ən kiçiyi 10% uyğundur. Sonra ən böyüyü də 40%. Əslində belə baxanda məsələn 10, 20, 30, 40%lər arasında necə bir əlaqə var? 10'u 2'ye vuranda 20 alınır, 10'u 3'e vuranda 30 alınır, 10'u 4'e vuranda 40 alınır. Eyni formada. 13'ü baxın 4'e vuranda 52 alınır. Deməli bu 40%-dir. 13'ü 3'e vuranda 39 alınır, bu 30%-dir. Eyni formada 13'ü 2'ye vurmalıyam ki 20% alım. Deməli bu 26'dır. 26'da 20% uyğundur. 2'ni neçəyə vursan, indi bunu həll edirik də normal tənlik kimi. Deməli buradan yazılır. 2 vur 5 plus x3 bərabərdir 26. 5 plus x3 bərabərdir 13'ə. x3 də bərabərdir 8'ə. 13'dən 5 alıram 8. İşte burada cavabım olur elə 8'in özü. 81'də 8 cavabı varmı? Hə, var. Elə dedim açıq sual. Deməli 81'də düzgün IP ünvanları seçək. IP ünvanları 0 ilə 255 arasında olmalıdır və 4 1, 2, 3 bu formada olmalıdır. Yəni burada 1, burada 2, burada 3, burada 4-cü rəqəmlər, ədədlər. Baxıram burada 256 var. Burada 4 dənə yox, 5 dənəli say. Burada 265 var. Burada da 612 var. Baxıram D variantında heç bir xəta yoxdur. Həm 4 dənəli, həm də 255'i aşmır. 82-ci sualdan deyilir ki, məktəbin şagirdləri haqqında verilənlər bazasının əlaqəli cədvəllərindən fraqment verilmişdir. 7-ci sinifdə boyu 160-dan 160 cm-dən böyük necə şagird var? 7-ci siniflər deməli 7A var 5 nömrəli ID-də, 7B var 6-da, 7C var 7-də, 7D var 9-da. 5, 6, 7, 9'a baxıram. 5, 6, 7, 9. 5'də deməli Elgün 1.60-dan böyükdür boyu. 5, 6, 6'da bu da böyükdür. 5, burada 5 var ama bu olmur. 7'də bu da 1.60-dan böyükdür. Bir də 9 var idi. Hə, orada baxın. 5, 6, 7, 9. 9'da da bu yenə 1.60-dan böyük deyil. Elə bulardır. Burada da 1.60'dan böyük olan oldu. 3 dənə şagird. D variantı. 83-cü sualda ən böyük 3 rəqəmli ədəd neçədir? Bu sualı biz üstünü nömrələyib onluq say sisteminə gətirməklə həll edə bilərik və yaxud da burada daha asan bir yol var ki, bunu alt-alta toplayıb verilən ədədə bərabər etməyə çalışıram. 4 ilə 1'i x-li say sistemində toplayanda 5 eləyib. 4 ilə 3'ü toplayanda ama 0 eləyib. 4 ilə 3'ü toplayanda normalda 7 eləyir. Bu hansı say sistemidir ki, həmin say sistemində 7 yoxdur, onun yerinə 0 yazıb. Məlum məsələdir ki, bu 7'lik say sistemidir. 1 yadda, 2'nin üstünə 5, yenə 7, 1 yadda 8, 7'lik say sistemində 8 yoxdur deyə, 8'dən 7 çıxır 1, qalıqda 1 yadda 1. Deməli, x oldu 7, bunun da ən böyük 3 rəqəmli ədədi 666 olmuş olur. 84'də Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada dövr var. Deməli. Deməli. K-mız 1'dir. Birinci biraz yazmağa çalışaq. Görək bizdən nə istəyir? 12'dən deyirəm hə. N olur 1. Sonra 1'i 5'e böləndə qalıq 0'dırmı? Deyirəm yox. Gəlirəm K olur 5. Sonra burada 5'i də toplayır. 5'i 5'e böləndə qalıq 0'dırmı? Hə. K olur 6. Sonra burada 6'nı da toplayır. 6'nı 5'e böləndə qalıq 0'dırmı? Yox.
10 olur. 10'u da toplayır. 10'u 5'e böləndə qalır 0'dırmı? Hə, 11 olur. 11'i də toplayır. 11'i 5'e böləndə qalır 0'dırmı? Yox, olur. 11. 3 nə 11'də. Deməli, sonra 15 olur. 15 də buradakı şərti ödənmədi. Burada bunu cəmləmirik. Bu nəticəsi olur 12, 22, 33. Bizdən yazıb bura n plus k. N tapdım 33. K'nın da son qiyməti oldu burada 15. Düzdür? Çünki axı bunun əslində dənə-dənə yazsaq daha yaxşı görərdik. Baxın, bir dənə tez tələsik olmasın. Deməli, bu K'dır, bu da N'dir. Düzdürmü? K'nın ilk qiyməti 1'dir, N'nin ilk qiyməti 0'dır. K 1 olanda 1 işlik bərabərdir 12'dən. Hə deyirəm, N olur 1. K burada artıq dəyişir, olur 5. Sonra 5'i buraya əlavə edirəm. Bu olur 6, bu olur 6 yenə. Sonra 6'ını buraya əlavə edirəm. Bu olur 12, bu olur 10. Axı 6 5'e bölünəndə qalır 0'dırmı? Yox deyirəm. 4 gəlirəm 10. Sonra 10'u da buraya əlavə edirəm. 12 bərabərdir 12'dən. Hə. 10'u əlavə edəndə olur 22. 10 da üzərinə gələndə olur 11. Sonra 15 bərabərdir 12'dən. Hə. 22'nin üzərinə 11, 33. 11 5'e bölünəndə qalır 0'dırmı? Yox. 11'in üstündə 4, 15. 15 bərabərdir 12'dən deyirəm. Yox, 4'dən çıxırım. K'nın son qiyməti oldu 11, N'in son qiyməti oldu 33. Bunu da cəmləyəndə olur 48. Burada cavabım olur 48. Açıq sualı variantları yoxdur. 85-ci sualda. Qrafın qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yolla getmək olar? Bunun biz qrafını qursaq əgər, deməli, baxaq görək necə olar bunun qrafı. Deməli, A'dan B'yə yol var. B'dən hara yol var? B'dən də Y'yə yol var. Bunu bu formada bulmaq daha asandır. Nəinki birinci sətirləri tamamlamaq. Sonra C'dən D'yə yol var. A'dan da C'yə yol var. A'dan da C'yə yol var. C'dən də D'yə yol var. D'dən də Y'yə yol var. Sonra Y'dən heç yerə yol yoxdur. F'dən də bir dənə D'yə yol var. F'dən də D'yə yol var. C'dən də F'ə yol var idi. F'dən də D'yə. İndi yoxlayaq. A'dan B'yə, C'yə, D'yə yol var. D'ni qoymamışam. Və də Y'yə də yol var. B'dən D'yə, yox, B'dən hara? Y'yə, C'dən D'yə və də F'ə, Y'dən heç yerə yol yoxdur, D'dən Y'yə, hə, düzdür. İndi burada deyir ki, A'dan Y'yə. Deməli, A'dan buradan bura. 1, 1, 1, 1. C'yə gəl, C'dən çıxdı 1, 1. Düzdürmü? F'dən də çıxdı 1. D'dən çıxdı 3, B'dən çıxdı 1. 3, 4, 5. Deməli, 3 buradan gəlir, 1 buradan gəlir, 1 də buradan 5 yol olur da, düzdür? Deməli, cavabımız olur 5 dənə yol. 86'da. Belə böyük görünməyinə baxmayaq, bu əslində rahat sual. Deməli, A 30'dur, B 50'dir. 30 vur 3, yəni 90 kiçikdirmi 100-dən? B-ni 50'ni 2'yə vuranda 150. Deyirəm, hə. Gəlirəm bu qoluna. A 30'dur, B 50'dir. 30 bərabərdirmi 50'yə? Deyirəm, yox. Gəlirəm buradan. A 30'dur, 30 böyükdürmü? 50'ni 2'yə böləndə 25. 30 böyükdürmü 25'dən? Deyirəm, yazın bura. Yenə hə. Gəlirəm buradan. B 50 idi, A da 30'dur. 50'dən də 30 çıxıram, alıram 20. Son, bu qədər. Burada oldu 20. Sonra 87-ci sualda. Deməli, 60 bulanı müəyyən edək. Birinci, 60 vurulsun, 2 üstü 24'ü megabayta çevirsəm, 2 üstü 23'ə bölürəm, alıram, burada 2 qalır, 120 megabayt. Deməli, 1 əddi. Sonra ikincidə, 160 vur, 2 üstü 18 vur, 2 üstü 3 böl, 2 üstü 23. Bu da olur 160 böl, bura 21, 2 üstü 2, 4. 40 megabayt. Buna Y. Üçüncüdə 30 vur, 2 üstü 10, 3 vur, 2 üstü 13, bit. Kilobaytda 10. Böl 2 üstü 23. Bura 26, 26'dan 23.
2 üstü 3, 8, 30 vur 8'dir, 240. Bu da oldu A. İndi burada bir dənə də B və C variantlarına baxaq. B variantında 15 vur, bunu hesablasam, 15 vur 2 üstü 24 bölü 2 üstü 3 böl 2 üstü 23. Bu alınır 15 vur neçə? 2 üstü 4, 16. 15 16 vuranda alıram 240. Yəni 243-də idi da. Deməli bu da bura olur. D yox. D yox. Nə elədim mən? B bura olur. C'də də 15 vur 2 üstü 28-i yenə megabayta çevirmək üçün 2 üstü 23-ə bölsəm, alıram 15 vur 32. 15 vur 32-də hardasa 300-dən böyük bir rəqəmdir. Ona görə də bu variantların heç birinə uyğun gəlmir. 1-ə D, 2-yə E, 3-ə isə A və B olur. Deməli. Gəldik 88-ci suala. Yəni bunlar ətraflılardan. Ətraflı suallara gəldik. Deməli, funksiyalar verilir. 60-dan böyük olanların sxemini nədir? Cəmini. Çıxışa bilən algoritmik proqramını qurun. Deməli, burada ilk öncə yazmağa başlayır. Başlanğıc. Sonra burada mən müəyyən dəyişənlər da daxil eləməliyəm. N sayda x tam ədədi üçün n dənə deməli x daxil edirik, n. Sonra i bərabərdir 0 daxil edək. Daha sonra burada yer olasın, onu bilmirəm. Biraz səliqəli yazmağa çalışın. Daha sonra burada hər dəfə x daxil edirik və x daxil edirik. Daha doğrusu yox. Burada hələ ki yazıram i kiçikdir n-dən. Hə, bu da yox. Hə olanda, axı n qədərdir bu. Bir dənə x daxil edirik. Sonra burada bir dənə də şərt qoyuram. X böyükdürmü 75-dən? Deyirəm hə ya da yox. İndi yox deyəndə, burada hesablayaq bunu, yox deyəndə 10x plus 7 hesablanır y üçün. Hə də deyəndə hesablanır 2x minus 56. Daha sonra burada bunların nəticəsi, amma burada yer qalmadı, buradan yazmağa çalışacağım. Ya da belə deyək deyil. Bunların nəticəsini bir də y yazıram. Y böyükdür 60-dan, yəni 60 olanları y böyükdürsə 60-dan, hə deyəndə deyəndə bura s daxil edirik. S bərabər 0, s bərabər s plus y. Sonra bu burada dövrü geri qaytaraq. Yox deyəndə də, yəni i də n-dən kiçik olanı, burada bu s-i çap eləsin. Belə bir proqram o var, bəli. Deməli, n sayda x daxil edirəm, x 75-dən böyükdürsə, yəni bu şərtlərə baxıram. Və bunu hesablayıb, yoxdursa, bu bütün hallarda y 60-dan müqayisə edir, 60-dan böyük olanları cəmləyir və sonda çap edir. Belə, bunun algoritmi olur belə. Daha sonra siz təbii ki, burada ümumiyyətlə bu ətraflılarda əsasən belədir ki,
başqa formalarda da eləmək olar. Yəni, bunda çox da mümkün deyil əslində. Amma tutaq ki, burada i-ni 1 götürüb, bura kiçik bərabərdə yazmaq olar, məsələn. Və yaxud da əsasən, yəni burada çox da şey eləmək olmur, amma bəzən eləmək olur fərqli tiplər. Məsələn, Python-da olur for-la, həm də while-la yazmaq və s. Burada yazdıq. Sonra 89-a baxıram. Klaviaturadan daxil edilən natural ədədlər üçün təcəddüdlərin kvadratlar. Ümumiyyətlə, burada baxaq görək, bizdən nəyi istəyir? Burada deyir ki, 2 dənə ədəd daxil olunur və o ədədlər arasında olan təcəddüdlərin kvadratını tapmağı bizdən istəyir. Yəni, təcəddüdlərin kvadratı necə? Məsələn, burada 45 və 125 daxil edib. 45 ilə 125 arasında var 49 kvadrat, 64, 81 və 121. Burada tək ədədlərin kvadratı təkcə bunlarda düzdürmü? Tək ədədlərin kvadratları 64 bir ədədin kvadratı. Aha. Baxaq, deməli biz burada ilk öncə bu ədədləri daxil eləməliyik. Python proqramı deyir. Inputla bunu daxil edirəm. B-ni də yenə eyni formada int inputla daxil edirəm. Etdim. Sonra bu ədədlərin arasında belə yazıla bilərəm. Baxın, bunu deyirəm. Məsələn, burada mən while-la da yaza bilərəm, for-la da yaza bilərəm. While-a yazıram A kiçik bərabərdir B-dən. Yəni, o aradakını tapa biləkdir. Sonra deməli, mənə lazımdır ədədin tək olması. Deməli, A ədədini 2-yə böləndə qalıq if-ni yazaq da. Qalıq 1-dirmi? Bu. Və də burada belə bir dənə şərt qoymalıyıq ki, biz SQRT A bərabərdir int SQRT A. Yəni, ədədin mənfi olmasına qarşı bunu eləyirik ki, mənfi olsaq mənfidən məsələn, mənfi 45 ilə mənfi 125 olsa, biz o arada kvadrat götürmürük. Çünki o mənfi kvadrat olmur axı. Belə deyək, yəni mənfi ədəd nə isə kvadrat olmur. Ona görə bunu hər ehtimalı yazırıq. Və burada əgər belə şərt ödənirsə, burada bir dənə S0 verməliydik. S bərabərdir S plus 1. Yəni, bunu sayır. Burada sayını çap edirik 3 dənə. Sonra if ödənsə də, ödənməsə də A-nı bir vahid artırmalıyıq bu şərtə görə. Sonra gəlirik bura. Bu while-dan bitirəndən sonra gəlirəm bura. If S deyir bərabərdir 0-dırsa, yəni mənim S-im heç artmırsa, deyirəm ki, printdə. Nə deyirəm? Baxın, yoxdur sözünü deyirəm. Yoxdur. Əks halda, yəni əgər 0 deyilsə, printdə yazıram ki, bunun sayını, yəni S-im. Dırnaqda yox, dırnaqsız. Yazıram S-in özünü. Bu formada. Bu da oldu bunun proqramı. Keçdik 90-cı suala. Yenə də burada n sayda tam ədədlər verilir. N sayda tam ədədlər boş siyahıya klaviaturadan daxil olunur. Bu n-dir. Bunlar da ədədlərdir. İlkin siyahının hər bir elementi ilə onun ən kiçik elementinin cəmi olan yeni siyahına çap edir. Deməli, baxın, burada ən kiçik 3-dür. 12 ilə 3 toplayır 15, 12 ilə 4 toplayır. Daha doğrusu 3 ilə 3 toplayır 6, 4 ilə 3 toplayır 7, 8 ilə 3 toplayır 11, 10 ilə 3 toplayır 13. Yəni, bütün elementləri ən kiçiyi ilə toplayır, belə deyil. Burada yenə də 5 dənə n-i daxil edirəm ki, int input. Daha sonra bir dənə i daxil edirəm, bayaqki algoritmdəki kimi. Və bir dənə də boş siyahı qoyuram bura. Sonra burada while-da i kiçikdir n yazaq. 0 kiçikdir n-dən. Və burada biz nəyi daxil eləməliyik? Bir dənə, yox 5 dənə. 5 dənə nədir? Yəni, n neçədirsə, o qədər bir ədədlər daxil eləməliyik. A-da bunu daxil edirəm və bunu
B siyahısını əlavə edirəm. B nöqtə append A. Bunu siyahıya əlavə elədim və i-ni burada bir vahid artırıram. Daha sonra burada bu siyahının ən kiçik elementini tapıram. Çünki axı ən kiçiklə cəmliyəsi ona görə. Ən kiçik elementini tapıram. Daha sonra nə edirəm? Burada for dövründə istifadə edə bilərəm. Yazıram for i in range len b. Len b. Və burada yazıram ki, incüdür bi bərabər bi üstəgəl minimum yox. C-ni yaza bilərəm və C minimum daha. Belə, bu formada. Printdə sonda yenə də B-ni çap edirəm. Baxın, məsələn, bu proqramı biz müxtəlif formada yaza bilərik. Burada bir dənə də başqa siyahı daxil edərik. Məsələn, D siyahısı. Bunu D siyahısına da mənimsədə bilərik. Və yaxud da burada forun yerinə while da yaza bilərik. Onsuz ki, burada bilirik ki, bu for əslində 5 dənədir da. Çünki 5 dənə ədəd əlavə olur axı. Ya da bura məsələn for i in range n də yaza bilərəm yenə də. Yəni, və yaxud da minimum B-ni burada vermərəm, burada yazaram. Tutaq ki, minimum B. Burada da yaza bilərəm. Yəni, burada müxtəlif versiyalar mövcuddur. Amma belə baxanda, yəni 99% hamısının eynidir. 1% fərqli haralarda ola bilər. Suallarımız yekunlaşdı. Əziz abituriyentlər, ümid edirəm ki, bu izah sizlərdən ötürü faydalı oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi unutmayın. Kanala abunə olun ki, digər videolardan xəbərdar olasınız. Digər izahlarda, videolarda görüşək. Sağ olun.